Sən özünün neçə yaşın var ki? Mənim belə 26 yaşım var da, yəni. Hə. Mənə baxırsan Allah çəkmişsat eləmişsən. Yox, çəkiliş yox. Hə. Yaşlı. Hə, Hə, hə. yaşlı. Bu göz rəng gəlir, götür. Qoy görüm kimdir eləmir. Hala bu nədir də? Vaxtıdır bunun da. Hə, qulaq, bəs Nə ki. bax, ey sabahı mənim sən başıma dedim, qada oyalım. Yox, mən klon kimi özü məndən bir yolda xahiş başıma elədim dedim, ki, sən bu qada pul oyalım. lazımdır. Mənə bir özüm. sən nətərdir? Hə. Mən biraz aqressiyam var da qurban olum. Kişilərə aqressiyam var. Kişilərə qarşı. Hə, aqressiyam var. Ona görə mən əməliyyat lazımdır, müalicə lazımdır. İstəyim nətər kişilərə qarşı. Hələ biləm- Ona cavab sonra verərsən də, mən işimiz var. Hə, bu mən müalicə lazımdır. Bu müalicə biraz gəlisdir də, yəni. Yəni belə üzr istəyirəm, yəni. Pul baxımından da, yəni maddi baxımdan. Yəni eşələmədən burada bu da. Maraqlıdır. Hə. Yəni kişilərə qarşı yəni həm sevgim var, həm aqressiya. Hə, yox, aqressiyam, mənə xoşum gəlmir. Xaricdə, Qalandiyada zada Hə, Qalandiyada olmuşam, mən Qalandiyadan gəlmişəm. Orada Hə, yaşamışam. orada müalicəm zadım yox idi, ona görə tanıyım, hə. Yəqin mən sana bir şey deyim, sənin onsuz da müalicən yoxdur. Hə, bir dəqiqə deyəndə söhbət et. Sənin onsuz da müalicən yoxdur. Amma səni babat bərkitmək lazımdır. Yəni belə sözün əsl mənasında da. Nətər yəni? Hə, oy, nətər yəni? Yox, sən mən bağışlayırsan Allah, üzr istəyirəm. Mən biraz klon işləyirəm, ona görə ki, öyrəşmişəm. Pislikdirmə də mənə, pislikdirmə. Hə. Yox, siktir nədir pislikdirmə? Hə, pislikdirmə. Yox, pislikdirmirəm. Amma sənə bir dənə söz deyim. Sənə bir dənə qaqaş kimi deyirəm. Yəni xətrini istədim. Qalandiyada yaşamısansa qadanam. Yəni səni ya orada normal bərkitməyiblər. Sən elə bir ki, babat bərkitmək lazımdır. Yəni həkim dili ilə deyirəm də. Ona görə sənin kişilərə aqressiyan var. Başa düşdün? Sən qadan. Özün burada Sumqayıtda olursan. Hə, orada qalıram mən. Sən mənə ələ salırsan, yoxsa doğrudan pul lazım? Yox, kamera yoxdur. Daimicə kamera yoxdur. Hə, qulaq, şeydir. Nədir, nə... Qadaya gəlir, bir dənə videom vardı, deyir. Sənin üzünə, sənin istilika, sənin pakotka. Ay, ləzzət edir, o mənə. Baxın abi, belə ləzzət edir. Sən bəlkə elə adam axtarır, elə özün bəlkidim bəlkə, yəni. Yox, ehtiyac yoxdur. Yox, ehtiyac yoxdur. İndi müalicə zad olacaq da, indi axtar tapacaq. Problem deyil. Yox, pis mənada demirəm. Yəni, bir həkim kimi, yəni mən diaqnostikadan başım çıxır da, özüm belə babat normal altdan yuxarı, mədaltı vəzindir. Onları bərkidim də, neyinirsən pul zad gördü? O şeydə mən pul vermirəm, kredit vermirəm. Hə, kredit vermirəm. Maşın özümün daha belə, amma yaman xeyri və qismət, yaxşı da. Allah sağ deyil, sağ ol. Bu manə çevirərsən, maşın manə çevirərsən. Raşkin səncə baxım sağsan. Allah. Çəkirsən. Çəkirəm. Eybi. Mənim dostumdur, yaxşı olandır. Sumqayıtda bir adın deməm. Bir məkanlardan birindəyik. Yaxınlaşdım mənə ki, bəs mən Qalandiyada yaşamışam. Yəni, belə. Yəni, sənin kişilərə qarşı aqressiyan varsa, gözəl olar. Sən heç pul zat sana lazımdır. Bərkitməyə adam o qədər dost tanış var ki, verim səni bərkitsin. Ay, o ehtiyac yoxdur. Bir dənə maraqlı bir şeylə də. Neyləyə bilərsən? Yəni, buradan mən öz dostuma salam deyirəm. Mənim canım ciyərim parodist. Yəni, Fəqan Bərdəli mənim dostumdur. Onun parodiyası necə Mahmud Baba. Azərbaycanda Edinli parodist var, mən onu tanıyıram. Hansı İlham? İlham Namik Kemal? Yox. İlham tanımıram heç İlham. Parodist. Mən parodist, bir dənə mənim dostum var, parodist, Ramil. Ramil. Niyaməddin Musayevin səsi ilə də. Salam deyir, Ramil qardaşım. Mən o dediyin adam bir kim idi, heç tanımıram onu. Kim dedin? Yox, Mahmud Baba. Mahmud Baba hansıdır? Fəqan Bərdəli. Tanımıram. Bir elə görüm, Fəqan Bərdəli nətər danışır? Oxa, salam aleyküm qadan. Sizin başınıza dönün baban. Gör sən də bu bəxtala mənə təkir. Məni pirkola salıb ki, nerə səni təkəcəm. Dedim, yekə adamsan, al saqqaladan. Sonra kim danışabilirsən? Mən, soram. Tez mən deməyən deyirsən, birdən qıraqdan deyərlər ki, gələm, başa düşər. Ürəksən, sonra kimi də. Sonra Asaqalı, Bozbaş. Sonra başqaları keçək, sonra. Sonra
bunlar da böyle projeler. Bir də ki, yəni xəstəliyindən Ha, eləyəcək. xəziyyətindən elə. Mən sağ söz deyirəm, sən zarafətən bayıra zada getməyin, bilmirəm bir həkim kimi deyirəm. Sən bərk bir şey bayıra, böyük bayıra gedəndən sonra özündə bərk bir şey gizlət, saxla, bir gün, 2 gün. Zarafətən. Gülüşünə saxlayın. Öpürəm mən səni, öpürəm. Sağ ol. Sən amma bilməsəydin ki, çəkirəm səni. Sənlə bərk çurlaşacaqdın. Gülüşünə saxla. Sənin bu stilini yemeyeceğim hemen. Ay sağ ol, teşekkür ederim. Yok o ne diyeyim ne olur değil. Senin müziğe, senin stiline, senin pahotkana, senin bu babkarına. Karnıma saklayayım. Öpürüm. Çok şahsiyetli olmaz. Öpürüm seni.